أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد السلام عليكم ve rahmetullahi ve berekatuhu. Değerli dinleyiciler, mezar ziyaretinde, mezarlıqda qadağan edilən bəzi əməllər vardır ki, bunun bir neçəsini bugünkü dərsimizdə qeyd edəcəyik ki, çünki bunlar, bu xətalar tez-tez baş verir. Ümumiyyətlə, məzar ziyarəti İslamın erkən dönəmində qadağan idi. Bir müddətdən sonra, yəni insanlar artıq məzara ibadət etməzlər düşüncəsini bildikdən sonra Allahın Resulü sallallahu aleyhi və səlləm məzar ziyarətinə gedin deyə onlara icazə vermişdi. Çünki ora sizə ahireti xatırladır demişdi. Məzar ziyarətinə get, çünki ora sənə ahireti xatırladır. Və dünyanın sıxdığı bəzilərinə Allahın Resulü tövsiyə edərdi ki, məzar ziyarətinə get, ölümü xatırla. Ölüm sənə dünyanın sıxıntısını, boş bir şey olduğunu göstərəcəkdir. Bəli, dəyərli insanlar, Ali İbn Əbu Talib, Allah ondan razı olsun, ömrünün sonlarında onu harda axtarsaydılar, məzarlıqda tapardılar. Hey ölülərin arasında gəzişərək, onlara baxaraq inanılmaz təsirli hallar yaşayırdı. Sözün əsli mənası bu belədir. Çünki ölülər artıq bizim üçün dəyərlilərdir. Bəli, ölü dəyərlilərdir. Çünki o qədər diri ikən gözlərdə ölənlər var ki, o ölülər nə gözəldir. Sənə yaxşı təsir edir. Sənə ahireti xatırladır. Onunla nəyi yaşamışdınsa, onun məzarını görəndə əlin ayağın süst olur. Hər nəyi ona halal edirsən ki, çünki artıq o nə qədər çarəsizdir. Nə qədər diri ikən gözümüzdə ölmüş insanlar vardır. O pisdir. Əlbəttə ki, ölülər və onların məzarlarının ziyarəti insana yaxşı təsir edir. Necə ki, nə gözəl demişdirlər, dəyərli bir yoxluq olmaq yaxşıdır, dəyərsiz bir varlıq olmaqdan. Yəni, onlar yoxdularsa da dəyərləri vardır. Bəli, dəyərli müsəlmanlar, bir halda ki, məzarlıq bizim üçün o qədər önəmlidir, o bizə ahireti xatırladır. Sıxıntılar olanda, məzarlığı gəzəndə insan bu sıxıntılardan asudə olursa, deməli, bizim məzarlıqlar park şəklində olmalıdır, gözəllik olmalıdır, kölgəli, ağaclı, içində sərbəst gəzilə biləcək bir məskən olmalıdır. Nəyim ki, bizim bugünkü məzarlıq durumumuz, insan oranı görəndə bəzən qorxunc filmləri xatırladır insana. Hündür daşlar, üzərindən sənə baxan insanlar, biri çılpaq şəkildə, biri günah edərkən çəkilmiş şəklində, biri təkəbbürlü halda, biri vəzifəsində, kürsüdə oturmuş, fəxirlə baxır, amma məzarda onu soxulcam yeyir. Baxın, durum həqiqətən insana çox mənfi təsir edir bizim bugünkü məzar durumlarımız. Halbuki İslam ölkələrində məzarlığı gəzəndə insanın dizləri adamı saxlamır üzərində. Çünki o qədər orada gerçək bir ölümü görürsən. Ucuz torpaqlar, üzərində heç bir tikili yox, sadə məzar. Altında yatan isə dünyada zəngin, kral, həkim, dövlət başçısı və kimlər idi. Ona görə də, dəyərli insanlar, məzarlarımızı gəlin İslama uyğun, bizə təsir edəcək və sıralı
səliqəli şəkildə saxlayaq. Bəli, dəyərli müsəlmanlar, məzarlığa gedənlərin etdiyi xətalardan biri bayramlarda məzarlığa getməkdir. Bəli, dəyərli insanlar, ümumiyyətlə dərslərdə, yorumlarda bəzən bu görülür. Görülür ki, bəzi insanlar var, xarakterinə görə reaksiya verir. Biz oraya reaksiyanı qəbul edirik və həmin şəxsin niyə də reaksiya verdiyinə də hörmət edirik ki, çünki o neyləsin ki, ona uzun illərdir bunu öyrətdilər. İndi o qəflətən bunu eşidəndə əlbəttə ki, birinci reaksiyası sərt olur, amma biz zamanla görürük ki, tədricən onlar sakitləşir və dinləməyə başlayırlar. Kimisi də dinləmirsə, o zaten özünə ziyan eləyir. Çünki burada biz atalarımızın sözlərini sizə demirik ki, biz burada Allahın və onun Rəsulunun sözlərini sizə çatdırırıq və siz də eşitdiyinizdən ibrət alın. Birbaşa reaksiya verməyin. Baxın, birinci burada qeyd olundu, bayramlarda məzarlığa getmək. Dəyərli insan, bayramda da məzara gedərlər. Bayram nə deməkdir? Sevinç. Sevinç yaşamaq, fərəh yaşamaq. İtirdiklərini, yəni dünyada küslüklərindən barışmaq, qohumları yad etmək, dostlarının evinə getmək, az yaşlı uşaqların başını oxşamaq və onlara hədiyyələr vermək. Bayram bununla tanınmalıdır. Bayram günü sən məzara getsən, o məzarın təsirindən axşama qədər çıxa bilərsən. Əgər çıxa bilərsənsə, sən o məzar üçün getməmişdin. Ora özünü göstərməyə getmişdin, ora təkəbbür üçün getmişdin. Geyinib, bəzənib məzarlığa gedir. Bu cür gedənsənsə, onda sənə elə məzarlıq da zövq verir. Çünki orada özünü göstərdin, içində bir sevinç yaşayırsan. Yoxsa sən məzara gedib də oğlunun, həyat yoldaşının, atanın, ananın və çox sevdiyin bir insanın məzarını gördükdən sonra sənin üzündə həmən gün sevinç yaşanarmı? Heç vaxtı yaşamaz. Normal insanda bu belədir. Belədirsə o nə bayram oldu ki? Bayram axşamı gedirsən məzar üstünə, gecə təzyiqin qalxır, nə bilim kimin şəkəri qalxır, halı çönür, səhər də özünə gəlmir, bayram edəcək. Nə bayram oldu bu? Bu doğru deyildir. Bayram günləri məzarlığa getmək cahillərin adətindəndir. Müsəlmanlar bunu etməzlər. Demirəm, bunu edən müsəlman deyil. Yəni, İslam adəti deyil, bu cahil adətidir. Həqiqətən bu belədir, dəyərli insanlar. İndi ola bilsin bir insan, misal üçün elə bir yerdə işləyir ki, onu bayramdır deyə tətilə buraxıblar, bu ancaq həmən gün gedə bilər. Belə adam müstəsnadır. Amma belə normalda insanların bayram günü məzarlığı doldurmaları bu gülünc bir haldır. Bu qətiyyən İslam deyil, bu doğru deyil, dəyərli insanlar. Etməyin belə. Məzarlığa sənə təsir edəcək günü get. Ay, cümə axşamı ölülərin azad günüdür. Ölünün azad günüdür, sən ora niyə getmirsən ki? Azaddır, gələr evinə də elə. Azaddırsa evinə gələr, sən ora niyə gedirsən? Deməli, azad deyil. Heç vaxtı azad ola bilməz. O məzarındadır. Özü də məzarı sənin getdiyin yerdə deyil. Məzarına sən hələ gedə bilməzsən. Bir gün gedəcəksən ruh halın olanda. Öldükdən sonra onun yanına gedə bilərsən. Yoxsa dünyada məzara gedirsən, orada çürümüş məzarlı cəsədlərin ziyarətmi edirsən? Yox. Ora gedilməsi üçün icazə veriləni qabaqcadan dedik. Təsir almaq üçün gedilər. Bayramdır, o azad olur, gedim onu baş çəkim. Xeyr, bu həbsxana deyil ora. Bəli, bayram günü məzarlığa gedilməz, dəyərli insanlar. Zəruri olan, məcbur olan adamlar müstəsnadır. Yəni, onu dövlət həmən gün işdən azad edibdir deyə o buna məcburdur, eybi yox. Amma belə normalda o doğru deyildir. 2. Qəbir üzərində oturmaq və qəbir üzərində yerimək.
Bəli, bax yerimək bugün mənim də, sənin də məcburi yeridiyimiz haldır. Biz buna məcburuq. Çiynimizdə tabut, məzara girmişik, hər yer məzar. Nə edək ki? Necə aparaq ki çiynimizdəkini? Havayla mı? Uçurdaraq mı aparacaq? Nə edəcək? Çiynimizdə daşıyırıq və ağırlıq var və insan məcburi məzar tapdıyır. Niyə? Çünki qaydalara riayət etmirik. Hündür daşlar qoymasaq və məzarları sırayla qoysaq, ki İslam ölkələrində bu belədir, orada məzar tapdayanın ayağını tapdamaq lazımdır. Ki, niyə məzar tapdadın? Sıra var, sırayla yeri. Bəli, dəyərli insanlar, ona görə biz bugün buna məcburi qalmışıq. Sevdiklərimizi tapdıyırıq. Sən kiminsə onun hicranından evində yata bilməyən ananın övladını tapdıyırsan sən. Sən o anaya haqqının necə halallığını alacaqsan, elə bilirsən almalı olmayacaq, almalı olacaq, halallıq almalı olacaq. Biz onu tapdıyırıq. Allahın Resulü sallallahu aleyhi və səlləm Əbu Hüreyrə radiyallahu anhunun rəvayət etdiyi hədisdə belə buyurur ki, sizlərdən birinin alovun üzərində oturması və alovun onu yandırması yaxşıdır məzar üzərində oturmasından və məzar üzərində gəzməsindən. Subhanallah, gör nə dedi? Alovun içində gəzmək sənin üçün yaxşıdır məzarın üzərində gəzməkdən. Çünki alov sənin ayağını yandırar, ayılarsan, çəkilərsən. Amma məzar sənə heç nə demir, amma sən orada bir insanı tapdıyırsan. Orada insan yatır. Orada yatanı sən ola bilər tanımırsan. Onun evində necə onu sevən insanlar vardır. Yəni ona görə onun gözləri ilə o görsə sənə nə reaksiya verər? O sənə nə deyər? Necə sənin üzərinə şığıyar ki, niyə tapdıyırsan mənim övladımı? Bəli, dəyərli insanlar. Bəli, təbiidir ki, biz bugün İslam ədəbinə uyğun olmayan məzarlıqlarda məcburi insanları tapdamalı oluruq. Ona görə də kim bu qaydaları pozursa, həmən insan bax tapdanan məzarlara görə cavab yük onun üzərinə gələcəkdir. Üçüncü etdiyimiz yanlış işlərdən biri də məzarlıqda Qur'an oxumaqdır. Dəyərli müsəlmanlar, bu barədə çox da dərin danışmayacaq, çünki bu barədə xüsusi dərslər də vardır, onu dinləyə bilərsiniz. Amma biz unutmayaq, bu təkrar deyilməlidir. Çünki davam edilən, açıq aydın bilinən qadağalardan biridir ki, insanlar bunu sevə-sevə edir və cibindən pul xərcləyərək edirlər. Dəyərli insan, Qur'an nazil olub Muhammed sallallahu aleyhi və səlləmə. O bütün Qur'anı əzbər bilib və səhabələr Qur'anı əzbər biliblər. Amma bir səhabə nümunə gətirə bilməzsən ki, o məzarlıqda Qur'an oxuyub. Ya Fatihə oxuyub, ya nəsə oxuyub. Məzarlıqda ancaq dua vardır. Özü də özün üçün yox ha, ölən üçün dua vardır. Birdən biri məzarlığa gedib özü üçün dua edirsə, demirəm o qadağan deyil. Amma o məqsəd ilə oraya getmək də olmaz. Ki gedim filan kəsin qəbrinə orada dua edəcəyəm özüm üçün. Elə şey yoxdur. Özün üçün Allaha dua edirsən, Allah da hər yerdə, hər yer Allahındır. Elə hər yerdə səni eşidir. Bəli, deməli məzarlıqda Qur'an oxumaq bizə Allahın Rəsulundan və sahabələrindən qalmayıb. Bizə qalıb cahil, şarlatan dindarlardan. Onlar da öz ciblərini doldurmaq üçün. Bəli, məzarlıqda Qur'an oxutmaq olmaz. Məzarlıqda ancaq dua etmək olar. Dua öz ana dilində Allaha dua elə və yaxud da ki, məzarlıqda ibrət üçün ibrətli sözlər danış. Misal üçün, bir dostunla getmisən, ya da 3-5 nəfər getmişsiniz məzarlığa, yəni ora gəzintiyə ki, gedək bir təsir alaq. Bax, orada təsirli sözlər danışmaq, bax, bununla filan hadisələri yaşadıq, Allah buna rəhmət eyləsin, o məni bağışladı, o mənə yol göstərdi, bax, indi o ölüb, Allah ona haqqın yoluna, orada onu
nicat yoluna aparsın. Bax, belə sözlər danışarlar. Yoxsa məzarlıqda Quran oxutdurmazlar. Bu, İslam adəti deyil. Hələ Yasin surəsi 69-cu ayə. Açın, baxın. لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا. Biz bu Qur'anı dirilər üçün göndərdik. Bəli, Qur'an dirilər üçün ibrət kitabıdır. Dördüncü etdiyimiz yanlış işlərdən biri, ələl xüsus bu qadınlara məxsusdur, artıq bunu kişilər də məharət ilə edir, fəryad qopartmaq, məzarlıqda səsli ağlamaq, fəryadlı ağlamaq. Bu, tarix boyu qadınların xarakteri ilə tanınmışdı. Elə buna görə də hədisin mətnində də Allahın Resulü qadınlara nisbətən demişdi, Zuvvaratul qubur, la'nə zuvvaratul qubura minən nisa. Məzarlıqda fəryadla ağlayan qadınlara aiddir bu. Lənət olsun belə məzar ziyarət edən qadınlara. Allahın Resulü səsli şəkildə məzarları ziyarət edən qadına lənət oxumuşdur. Dəyərli müsəlman xanımlar, özünüzə gəlin, özünüzü idarə edin. Sizə icazə verilmişdi məzar ziyarətinə. Özdə çox nadir halda. Kişi kimi deyil, yəni kişilər ola bilər gündə getsin. Qadın isə çox nadir halda gedir və gedərkən yanında məhrəmi olmalı ki, qadındır. Çünki orada səsini çıxartmayacaq. Birdən təzyiqi qalxar, birdən yerə çırpılar. Çünki ora təsir almağa gedir. Qadın da zərif məxluqdur deyə ola bilsin ki, o kişi kimi özünü saxlaya bilməsin, yıxılsın, ağlı başından getsin. Yəni, yanında hökmən məhrəmi olmalıdır. Bəlkə hörmət əlaməti olaraq məhrəmi istəsə biraz kənarda qalsın ki, qoy ağlamaq da istəyirsə özü üçün sakitcə ağlasın. Yəni, biraz məsafədə istəsə qala bilər, amma onu göz gəzdirməlidir. Bu şəkildə qadın gedər, ağlamaq da istəyirsə, ədəb ilə ağlanmalıdır. Dəyərli insanlar, bir qayda vardır. Bir insanın yəni ağlaması da ədəbdir. Bəli, gülüş ədəb olduğu kimi ağlamağın da ədəbi vardır. Nə olsun ki, sən daha çox istəyirsən? Zaten sənin sevgin necə biz görünmür, sənin sevgin görünmür ki, haradadır. Biz sənin sevgini görmürük. O sənin könlündədir. Hələ qoy kədər də könlündə qalsın. Gözündən yaş gəlirsə, bu sənin insanlıq əlamətindir. Amma sənin səsin çıxırsa, bu sənin İslam ədəbinin olmamasını göstərir. Biz bunu qadınlar üçün danışırıq. Nadürüst kişilər bugün məzarlıqda mərsiyə roza deyib insanları ağladırlar, həyasızcasına. Zaten onun sevdiyi ölüb, o bir kəlməyə bənddir ki, ağlasın. Bu isə qadına bənzər bir simada insan baxdıqda insanın əti tökülür onun görüntüsünə, özünə artist kimi apararaq orada gör ağlamalı sözlər danışır, onu sevənlərini ağladır, nədir, mənə yaxşı pul versinlər. Ey həyasız insan, heç bu artistlik də deyil, bu şərəfsizlikdir. Çünki sən insanın zəif damarından istifadə edirsən. Bəli, bu olmazdır, dəyərli. Təkrar qadınlara deyirəm, amma kişinin adını belə çəkmək istəmirəm ki, yəni bir kişi necə məzarlıqda gedər, səsli ağlayar. Və yaxud da ki, ağlaması üçün bir nəfər gətirər ki, bizi burada ağladı. Subhanallah. 5. Məzarın üzərində tikili işləri aparmaq. Bəli, dəyərli müsəlmanlar. Məzarın üzərində tikili işlər, məzarın üzərini qaldırmaq vardır. Resulullah sallallahu aleyhi və səlləm bir qarış qaldırmağa icazə vermişdi. Yəni, mişar daşı var, yəni kubik. Ya bir o hündürlüyündə qaldırmaq olar. Və yaxud da ki, onun ətrafını mişar daşı ilə hörə bilərsən ki, torpaq dağılmasın. Bura qədəri vardır, amma mərmər qoymaq, üzərində, ətrafında çəpər qaldırır, kimisi orada oturacaq qoyur, biri ora işıq çəkdirir ki, yəni buranı sanki onun istirahat yeri kimi hazırlayır. Bu doğru deyildir. Orada bu şeylər olmaz. Ora sadə olmalıdır.
bu varlının qəbridir, bu kasıbın qəbridir. Bilinməməlidir. Bilinirsə, həmən yerin əhli cahildir, həmən yerin dindarları şarlatandır ki, onlar belə məzarlığa icazə vermişdirlər. Olmamalıdır. İndi bəziləri deyir, yaxşı, dik daş qoymuram, sinəsinə yığır ağır-ağır mərmərləri. Sən atanın üzərinə niyə ağır yükləri qoymusan ki? Onu bırax çəmənsin. Onu bırax orada gül çıxsın, çəmən çıxsın. Çəmən də demişkən, əgər orada yad otlar çıxırsa, onları da alaq eləmək, təmizləmək olar. Yəni tikan kimi, yad kimi, pis görüntü kimi. Amma çəməndirsə qoy qalsın. Çünki o gözəllikdir. O gözəllikdir. Deməli, üzərində tikili tikmək də olmaz. Onun ətrafında çox da bir iş aparmaq olmaz. Sadəcə olaraq ətrafını mişar daşı ilə hör, torpaq dağılmasın. İndi o daşın da üzərinə səliqəli görünsün deyə bir şey vurdun, eybi yox. Amma ki, məzarın üzəri ilə işin olmasın. Məzarın üzəri ilə işin olmasın. Nişan kimi bəlkə də o doğru deyildir, amma yenə də haradasa adı bilinsin deyə bir şey orada yazmaq kimi. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm Osman bin Məz'un dünyasını dəyişəndə onun məzarı üzərinə 2 daş qoyur və deyir ki, bura bilinsin ki, Osmanın məzarıdır. Bundan sonra burada ancaq bunun ailəsi burada bastırılsın. Deməli, bilinsin. Yəni, həmin yer bilinsin deyə bilinmək üçün bir işarə qoymaq olar. Bəziləri deyir, rəqəm yazılsa yaxşıdır, o da gözəldir. Bəziləri adı yazır. İndi bu konkret adı yazmaq İslam olmasa da, yenə də o biri mədəniyyətlərə nisbətən normaldır, yaxşıdır. Yəni, bacardığımızı edək ki, İslama qayıdaq. 6-cı, məzarda gülmək. Bəli, dəyərli müsəlmanlar, biz bu xətanı edirik və bunu zaman-zaman görürük ki, indi düzdür, yəni birisi olur ki, biraz çılğın olur, gülməli bir sözü xatırladır və 3-5 nəfər də ona gülürlər. Bu isə əsla məzarlıq mədəniyyətinə uyan bir şey deyil. Çünki gülüşün özü bir mədəniyyətdir. Qayda vardır. Bir insanın necə güldüyü ilə tərbiyəsi və nəyə güldüyü ilə səviyyəsi bilinir. Bəli, bir insan necə gülürsə, onun gülüşündən bilinir ki, bu tərbiyəli insandır. Özünü kontrol edərək təbəssüm edir. Dişləri görünsə belə, amma ağzını açaraq, əlini üzünə başına çırparaq, yəni qəhqəhəli gülmür. Çünki o onun mədəniyyətini göstərir ki, bu mədəni insandır, gülüşü də mədənidir. Bir də nəyə gülməklə isə həmin insanın səviyyəsi bilinir. Nəyə gülür? Baxırsan ki, bir kişi qadın paltarı geyib, qadın hərəkətləri eləyir və özü də əxlaqsız qadın hərəkətləri eləyir. Başqa bir kişi isə ona qəhqəhə ilə gülür. Bu, dəyərli insan, hər birimizin yaşadığı haldır. Amma bu da bizim cahilliyimizin əlamətidir ki, o bizim əslində xoşlamadığımız işi görür. Yəni bizim hansımız istəyər ki, oğlu, qardaşı, dostu belə hala düşsün, qadın halına. Heç kəs onu istəməz. Deməli, istəmədiyi şey insan necə gülər ki? Amma baxın, onlar güya bizi güldürür. O onun səviyyəsidir. O onun səviyyəsidir ki, özünü hansı vəziyyətə salır ki, orada gülüş obrazı yaradır. Deməli, nəyə gülünməyinin özü də insanın səviyyəsini göstərir. Məzarlıqda gülmək nədir? Məzarlıqda ibrət vardır. Orada nə qədər göz yaşları tökülür. Bəlkə də məzarların ağacları, bəlkə də məzarların çiçəkləri insanların göz yaşı ilə qidalanır. Nə qədər insan göz yaşı tökür orada. Analar oğullarını aparıb orada bastırırlar. Atalar övladlarını bastırırlar. Ürəyinin şirəsi axır ora. Sən orada necə gülürsən ki? Orada hamı ağlayır. Sən necə gülürsən ki? Yəni ona görə də gülüş, məzarlıqda gülüş insanın cahilliyinin əlamətidir. Bir gün İbn Məsud olur, səhv etməsəm.
məzarlıqda bir nəfəri gülən görür. O görür ki, bir nəfər məzarlıqda gülür. O ona deyir, əgər sən tövbə etməsən, vallahi mən Allaha and içirəm, səni bir dəfə də danışdırmayacağam. Sən məzarda necə gülərsən? Bura biz bir mömin qardaşımızı gətirib bastırmışıq. Sən nəyə güldün? O tövbə edir, o deyir, mənə haqqınızı halal edin. Mənim yadıma bir şey düşdü, ona gülməli oldum. Əslində onun yadına elə bir hadisə düşmüşdü ki, o ölü ilə əlaqəli idi. O onu güldürmüşdü. Amma ki, yenə də olmamalıydı. Çünki o qədər özünü boş buraxmamalısan ki, səndə o hisslər oyansın. Ora kədərli yerdir. Ora ibrət yeridir. Ora həmən yerdir ki, sən bilirsən ki, bir neçə gündən sonra səni də gətirəcəklər. Və yaxud da ki, sən də sevdiyini gətirəcəksən. Bugün kiminsə oğlunu gətirmirsən. Sən də bir gün oğlunu gətirəcəksən. Və yaxud da ki, oğlun səni gətirəcək. Sən ora bastırılanda, bəlkə də həmən vaxtı ruhumun çöldə olan dövrüdür. Yəni, hələ ruhun oraları görürsə, o dönəmdədirsə, sən o gülənə həmən vaxtı nə demək istəyərdin? Onu bir düşün və bilginən ki, sənə də o ölənin ruhu onu demək istəyir. Ayıb olsun sənə, utanmırsanmı? Məni qəbrə qoyursan, üstümə torpaq dökəcəksən. Burada sənin yadıma hələ də gülməli sözlər düşür. Ona görə dəyərli insanlar, İslam mədəniyyətimizi düzəldək, özümüzə çəki düzən verək. Burada 6 şey sayıldı. Ola bilsin ki, bunun sayını fərqli şəkildə çoxaltmaq da olar. Hələ ki, tədricən öyrənirik bilmədiklərimizi. Demirəm, bilmirdiniz, inanıram ki, bilirdiniz, təkrardır. Amma yenə də təkrarlamaqda, xatırlamaqda möminlərə fayda vardır, Rəbbimiz demişdi. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.